Və Qalaidul İqyan kitabının müəllifi İbn Bəlbən rahimehullah Həmbəllər qatında kəsbə tərif verərək buyurur ki, kəsb Allahın Cəllə və Alə əməli qazanan şəxsin qüdrət məhəllində, yəni qüdrət sahəsində onun iradəsinə uyğun olaraq yaratdığı şeydir. Yəni kəsb Allahın qulda yaratdığı bir haldır. Qulun vəzifəsi isə bu kəsbi ortaya çıxarmaqdır, onu izhar etməkdir. Və insan onu Allahın ona verdiyi qüdrətlə öz iradəsinə uyğun şəkildə izhar edir, üzə çıxarır. Və bir şeyin baş verməsini istədikdə əvvəlcə iradə meydana gəlir. Və Allah həmin qul üçün qüdrət yaradır və bu qüdrət həmin əməli zahirə çıxarır, onu izhar edir. Lakin bu qüdrət əməli yoxluqdan varlığa gətirmir. Əməli yoxluqdan varlığa çıxaran Allahdır, Cəllə fi'ulə. Və bəlli olur ki, feili var edən Allahdır, onu ortaya çıxaran, onu izhar edən isə quldur. Buna görə də etdiyi əməllərindən ötürü tərif və qınağın qula yönəlməsi səhihdir. Və məlum olur ki, qul öz qüdrətini və iradəsini bir feilə yönəltdikdə buna kəsb deyilir. Və Allahın bunun ardından həmin feili yaratmasına isə xəlq, yəni yaratma deyilir. Və deyilənlərdən də aydın olur ki, insanın mühdəs olan, yəni sonradan peyda olan Allahın yaratdığı qüdrəti feilin ortaya gəlməsinə təsir etmir. Və bu incə məqama diqqət yetirmək gərəkdir. Çünki bir sıra alimlərin ixtilafı da məhz bu məqamdadır. Və insanın qüdrəti əməlin ortaya gəlməsinə təsir etmir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel-aqibatu lil-muttaqin. Ve la udvana illa ala'l-zalimin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Amma ba'd. Biz İmam Abdülbaqil Məvahibinin rahimehullahu teala Əl-Ayn vəl-Əsr adlı kitabı oxumağa davam edirik. Və keçən dərsdə feillər fəslinə aid bir neçə məsələyə qısa şəkildə nəzər saldıq. Və bu dərsdə də keçən dərsimizdə vəd etdiyimiz kimi kəsb mövzusu barədə bir qədər ətraflı şəkildə danışacağıq və bu mövzu barədə alimlərin görüşlərini qeyd edəcəyik. Və müəllif rahimehullahu teala mətndə buyurur ki: "Və cəmi'u əf'alil ibadi kəsbun lahum və hiyə məxluqatun xeyruha və şerruha vəl-abdu muxtarun yasiru fi kəsbi ta'ati və iktisabil ma'siyyə gayru mukrahin və la mucbar." Buyurur ki, qulların bütün əməlləri onların qazancı olmaqla Allahın yaratdığıdır. Onların yaxşısı da, pisi də belədir. Qul itaati qazanmaqda və günah işlətməkdə seçim sahibidir və buna məcbur deyil. Və burada gördüyümüz kimi müəllif rahimehullahu teala Həmbəli imamları qatında insan feillərinin onların kəsbi olduğunu qeyd edir. Və təbii ki, bəzi insanlar zənn edə bilərlər ki, güya bu məsələ Əbul-Həsənin ixtirasıdır və bunun şəriətdə heç bir əsli yoxdur. Halbuki məlum olduğu kimi Əbul-Həsən Əl-Əş'ari rahimehullahu teala bu etiqadi termini insanın öz əməllərini yaratdığını deyən mötəzillərə qarşılıq olaraq ortaya qoymuşdur. Və bu etiqadı Quran və sünnətdən bir sıra dəlillərlə əsaslandırmışdır. Misal üçün, Allah Cəllə və Alə Quran-ı Kərimdə buyurur: "Ləhə mə kəsəbət və aleyhə məktəsəbət." Hər kəs qazandığına görə mükafat alacaq və qazandığı günaha görə məsul tutulacaq. Və bu ayətdə Allah Cəllə və Alə insanların əməllərinin kəsb olduğunu, yəni mükafat və günahları qazandıqlarını bəyan edir. Və qısa olaraq deyiləcək ki, Allah hər şeyin, o cümlədən qulların əməllərinin xaliqidir. Qul üçün isə yalnız kəsb var. Bu, bütün əhl-i sünnə və cəmaənin məzhəbidir, istisnasız olaraq. Və kəsbi qəbul etməyən şəxs əhl-i sünnət dairəsindən çıxmış hesab olunur. Çünki bu halda beləsi mötəzillərin sözünü demiş olacaq. Hətta Əbul-Həsən Əl-Əş'ariyə kəsbin təfərrüatında müxalif olan İbn Teymiyyə belə kəsb etiqadını qəbul etmişdir. Və İbn Teymiyyə belə insan əməllərinin Allahın yaratdığı, qulun isə kəsbi olduğunu bəyan etmişdir. Lakin dediyimiz kimi kəsbin təfərrüatında fərqli görüş ortaya qoymuşdur. Lakin İbn Teymiyyənin yanaşması barədə danışmazdan öncə cümhur həmbəllərin kəsb barədə olan etiqadını qeyd etmək doğru olardı. Və Qalaidul İqyan kitabının müəllifi İbn Bəlbən rahimehullah Həmbəllər qatında kəsbə tərif verərək buyurur ki,
El-kəsbu mə xalaqahullahu fi məhəlli qudratil muktəsibi alə vifqi iradətihi fi kəsbih. Kəsb Allahın Cəllə və Alə əməli qazanan şəxsin qüdrət məhəllində, yəni qüdrət sahəsində onun iradəsinə uyğun olaraq yaratdığı şeydir. Yəni kəsb Allahın qulda yaratdığı bir haldır. Qulun vəzifəsi isə bu kəsbi ortaya çıxarmaqdır, onu izhar etməkdir. Və insan onu Allahın ona verdiyi qüdrətlə öz iradəsinə uyğun şəkildə izhar edir, üzə çıxarır. Və bir şeyin baş verməsini istədikdə əvvəlcə iradə meydana gəlir. Və Allah həmin qul üçün qüdrət yaradır və bu qüdrət həmin əməli zahirə çıxarır, onu izhar edir. Lakin bu qüdrət əməli yoxluqdan varlığa gətirmir. Əməli yoxluqdan varlığa çıxaran Allahdır, Cəllə fi'ulə. Və bəlli olur ki, feili var edən Allahdır, onu ortaya çıxaran, onu izhar edən isə quldur. Buna görə də etdiyi əməllərindən ötürü tərif və qınağın qula yönəlməsi səhihdir. Və məlum olur ki, qul öz qüdrətini və iradəsini bir feilə yönəltdikdə buna kəsb deyilir. Və Allahın bunun ardından həmin feili yaratmasına isə xəlq, yəni yaratma deyilir. Və deyilənlərdən də aydın olur ki, insanın mühdəs olan, yəni sonradan peyda olan Allahın yaratdığı qüdrəti feilin ortaya gəlməsinə təsir etmir. Və bu incə məqama diqqət yetirmək gərəkdir. Çünki bir sıra alimlərin ixtilafı da məhz bu məqamdadır. Və insanın qüdrəti əməlin ortaya gəlməsinə təsir etmir. Bunu bizim imamlar etiqad kitablarını qeyd edirlər. Misal üçün, Qadı Əbu Ya'lə rahiməhullahu teala Muxtasarul Mu'təməd kitabında buyurur ki, فَإِنْ قِيلْ فَهَذِهِ الْقُدْرَةُ تُؤَثِّرُ فِي الْفِعْلِ أَمْ لَا قِيلَ لَا تُؤَثِّرُ. Əgər deyilərsə ki, bu qüdrət, yəni insanın qüdrəti feildə təsirini buraxırmı, yoxsa yox? Deyiləcək ki, xeyr, feildə təsirini buraxmır. Və daha sonra Qadı Əbu Ya'lə rahiməhullah bunun izahını verir və insanın qüdrəti ilə feili arasında əlaqənin etibarı olduğunu bildirir. Və məsələnin təfərrüatını bilmək istəyən də Muxtasarul Mu'təməd Kəsb və Əf'alul İbad fəslinə baxa bilər. Və həmçinin bizim məzhəbin digər kitablarında da bu məsələ bu və yaxud buna bənzər şəkildə açıqlanır. Və xülasə olaraq cümhur həmbəllər qatında mötəməd olan görüş Allahın qulun feilini yaratması, həmçinin qulun qüdrəti və iradəsinin Allah tərəfindən yaradılmasıdır. Feil qulun qüdrəti və iradəsi ilə deyil, onların yanında meydana gəlir. Yəni, qulun qüdrəti feillə eyni anda mövcud olur və zaman baxımından onu müşayiət edir. Lakin ona həqiqi təsir göstərmir. Çünki həqiqi təsir göstərən Allah Cəllə və Alədir. Və misal üçün, Zeyd ayağa qalxdıqda, Zeydin ayağa qalxması birbaşa Allah tərəfindən yaradılmışdır. Zeydin qüdrəti isə ayağa qalxmanın baş verdiyi anda mövcud olur. Lakin ayağa qalxmanı meydana gətirən o qüdrət deyil. Və buna görə də deyirlər ki, qul həqiqi mənada faildir, lakin bu, onun öz qüdrəti ilə feili meydana gətirməsi mənasında deyil. Əksinə, feilin onunla həyata keçməsi və onun tərəfindən kəsb edilməsi mənasındadır. Və qeyd etmək lazımdır ki, həmbəllərin bu görüşü Əşarilərin məzhəbinə də yaxındır və yaxud da ki, uyğundur. Və müəllif buyurur ki, qulların bütün əməlləri onlar üçün kəsbdir. Və bu kəsb, məsələn, titrəyən adamın hərəkəti ilə ixtiyari hərəkət arasında fərqi göstərir. Çünki titrəyən adamın hərəkəti onun iradəsi olmadan baş verən məcburi hərəkətdir. Və misal üçün, bir adamı soyuducunun içinə daxil etsən, həmin insan öz ixtiyarından kənar orada titrəməyə başlayacaq. İxtiyari hərəkət isə bunun əksinə olaraq insanın öz iradəsi və seçimi ilə baş verir. Və bəlli olur ki, qulun qüdrəti, seçimi və kəsbi var. Və buna görə də onun əməlinə tərif və ya qınaq yönəldilir. Məsələn, tərif yönündən bu adam ədalətlidir deyilir. Yaxud qınaq yönündən bu adam zalimdir deyilir. Lakin burada bir işgal ortaya çıxır. Bu da Cəbriyyə məzhəbi ilə bu məzhəb arasındakı fərqin izahı ilə bağlıdır. Çünki əgər biz insan qüdrətinin feilə təsirini inkar ediriksə, belə olan halda bu məzhəblə Cəbriyyənin, yəni feilə təsiri inkar edən və qulu əməlində məcbur, qeyri-ixtiyari sayanların məzhəbi arasında fərq nədədir? Və buna cavab olaraq deyilmişdir ki, fərq ondan ibarətdir ki, Cəbriyyə quldan təsiri tamamilə inkar etmişlər və demişlər ki, qulun əməllərində heç bir təsiri yoxdur. O tam şəkildə məcburdur və ixtiyarı yoxdur. Yəni, heç bir seçimi yoxdur. Lakin bu görüşdə olan alimlər isə demişlər ki, qul öz əməllərində ixtiyar sahibidir. Onun qüdrəti və iradəsi var. Buna görə də onun əməli tərifə və ya qınağa layiq görülür. Həmin əmələ görə mükafat və ya cəza alır.
və insan özündə həqiqətən əməl etməyə qadir olduğunu hiss edir. Və təbii ki, bu da inkar edilməsi mümkün olmayan zəruri bir məsələdir. Lakin əhl-i sünnət insanın özündən həmin əmələ təsiri meydana gətirdiyini rədd edirlər. Yəni, insanın öz əməlinə, öz feylinə təsir etdiyini qəbul etmirlər və buyururlar ki, təsir yalnız Allaha məxsusdur. Və bəlli olur ki, insanın özündə əməl etməyə qüdrət tapması bir həqiqətdir və əhl-i sünnət mənsubları bu məsələ ətrafında yekdil olmuşlar. Və xülasə olaraq deyiləcək ki, Cəbriyyənin etiqadına görə qulun nə qüdrəti, nə iradəsi, nə seçimi, nə də feyli var. Həmbəllər isə demişlər ki, qulun qüdrəti var, lakin bu qüdrətin feylin mövcud olmasına təsiri yoxdur. Feylin meydana gəlməsində təsir edən Allahdır, Cəllə və Alə. Və sonra müəllif buyurur ki, onlar, yəni feillər Allah tərəfindən yaradılmışdır. Yəni, qulların bütün əməlləri, istər xeyir olsun, istər şər, istərsə də yaxşı əməl olsun, istər pis əməl, hamısı Allah tərəfindən yaradılmışdır. Və qulun feili iki cəhətdən dəyərləndirilir. Birinci cəhət xaliqlik, yəni yaradılma cəhətidir. Və bu feil Allahın yaratması ilə meydana gəlmişdir. Allah onu yoxluqdan varlığa çıxarmışdır. İkinci cəhəti isə kəsb cəhətidir. Və bu feil qulun öz iradəsi və seçimi ilə qazandığı, kəsb etdiyi əməldir. Və bu məsələdə Mötəzili firqəsi əhl-i sünnətə müxalif olmuş və qulun öz feillərini yaratdığını iddia etmişdir. Və Mötəzililərə görə Allah insanın qüdrətini xəlq etmiş, insanlar da bu qüdrət vasitəsilə öz feillərini yaradırlar. Bu etiqadın nəticəsi olaraq da Mötəzililər təvəllüd nəzəriyyəsini də irəli sürmüşlər. Onlara görə bir hərəkət digər hərəkəti doğurur. Yəni, insan birbaşa bir feil edir, sonra həmin feildən başqa feillər törəyir. Misal üçün, bir adam daş atır. Daşın şüşəyə dəyib onu sındırması sonradan baş verir. Və Mötəzillər deyirlər ki, daşı atmaq insanın birbaşa feilidir. Daşın əldən çıxdıqdan sonraki hərəkəti və sonra toqquşma nəticəsində şüşənin sınması onun əməlindən, onun feilindən törəyən hadisələrdir. Bunların hamısı birbaşa Allahın yaratması kimi deyil, insanın feili kimi ona nisbət edilir. Və Mötəzililərə görə Allah insanda bir qüdrət və qüvvə yaratmışdır. Bu qüdrət sadəcə feillə yanaşı mövcud olan bir şey deyil. Əksinə, feilə həqiqi təsir göstərən və onu meydana gətirən bir qüdrətdir. Və bu səbəbdən qul ilk səbəbi həyata keçirdikdə həmin əməldən başqa nəticələr də törəyir, başqa nəticələr də yaranır. Və bu da müxtəlif şeylərdə və ya insanda mövcud olan qüvvə vasitəsilə baş verir və buna da əl-quvvətul mudaə, yəni yerləşdirilmiş qüvvə deyilir. Misal üçün, insan bir topu itələyir. Top əl ilə təmas kəsildikdən sonra da hərəkətinə davam edir. Mötəzillərə görə Allah hər an topun hərəkətinin hər bir hissəsini ayrıca yaratmır. Əksinə, topun hərəkəti əvvəlki təsirdən yaranmış qüvvə səbəbi ilə davam edir. Və təbii ki, Mötəzillər qulun öz feillərini yaratması və təvəllüd etiqadını müdafiə etməkdə müəyyən uyğunsuz gördükləri məqamlara aydınlıq gətirməyə çalışmışlar. Lakin Əhl-i sünnət firqələri Mötəzililərin bu nəzəriyyəsini rədd etmişlər. Onlara görə əslin fasid olması, yəni insanın öz feillərini yaratması məsələsinin fasid olması, ondan törəyən təfərrüatı da fasid edir. Və əhl-i sünnət mənsubları Mötəzililərə bu məsələdə müxtəlif cavablar vermişlər. Yəni, insanın öz feillərini yaratması məsələsinə müxtəlif cavablar vermişlər. Misal üçün, demişlər ki, bu sözün nəticəsi odur ki, qul öz əməllərinin bütün təfərrüatını bilməlidir. Çünki bir şeyi qüdrət və seçimlə meydana gətirən şəxs onu təfərrüatı ilə bilməlidir. Necə ki, Allah Cəllə və Alə buyurur, Ələ ya'ləmu mən xaləq, məgər yaradan bilməzmi? Halbuki, reallıq bunun tam əksini göstərir. Məsələn, bir insan yeriyərkən ayağını atdığı hər addımda neçə hərəkətin, neçə dayanmanın baş verdiyini bilmir. O sürətli və ya yavaş yeriməsindən asılı olmayaraq bu təfərrüatları hiss etmir. Hətta ondan soruşulsa ki, yeriməsinin sürəti və ya ləngliyi ərzində neçə dayanma baş verib, bunu bilməyəcək. Və əgər qul öz əməlini yaradan olsaydı, bu təfərrüatların hamısını bilməli idi. Və onun bu şeyləri bilməməsi göstərir ki, o, öz əməlinin yaradıcısı deyil. Və buna dəlalət edən Quran ayətlərindən biri də Allahın Cəllə və Alə bu sözüdür. Vallahu xaləqakum və mə tə'məlun. Sizi də, etdiyiniz şeyləri də Allah yaratmışdır. Və burada gələn mə ədatı, yəni və mə tə'məlun, məl məsdariyyədir. Yəni, məsdər mənasını verən bir ədatdır. Ayənin mənası isə belə olur. Allah sizi də, sizin əməl etməyinizi də yaratmışdır. Yəni, Allah həm sizi, həm də əməllərinizi yaratmışdır. Və həmçinin Allahın muradı
burada öz qüdrətinin şamilliyini, yəni əməl edəni, əməli və əməlin baş verdiyi məkanı əhatə etdiyini bildirməkdir. Allahın qüdrət dairəsindən heç bir şey çıxmır. Misal üçün Allah Cəllə və Alə buyurur: Allahu xaliqu kulli şey. Allah hər şeyin xaliqidir. Lakin Mu'təzillər bu ayətdə gələn mə ədatının məsdər mənasında yox, ismi mevsul mənasında olduğunu iddia etmişlər. Və onların açıqlamasına görə bu ayətin mənası Allah sizi və düzəltdiyiniz şeyləri yaratmışdır. Yəni Allah sizi və sizin düzəltdiyiniz bütləri yaratmışdır. Əməl isə yaratma dairəsinə daxil deyil. Yəni bu onların açıqlamasıdır. Lakin qeyd etdiyimiz kimi Əhl-i Sünnət qatında bu ayətdə keçən bu ədat məsdər mənasını ifadə edir. Və sonra müəllif buyurur ki, qul itaəti qazanmaqda və günahı əldə etməkdə ixtiyar sahibidir və məcbur edilmiş və ya zorlanmış deyil. Və bu feillər haqqında bunlar Allahın feilidir deyilmir. Əksinə, bunlar Allahın yaratdığı şeylərdir deyilir. Və alimlər bunun səbəbini belə izah edirlər. Buyururlar ki, əgər bu feillər Allahın feili adlandırılsaydı, onda həmin feillərə yönələn tərif və qınaq da Allaha yönəlmiş olardı. Halbuki Allah Cəllə və Alə xaliqdir. Öz qullarını əməllərinə görə mükafatlandıran da, cəzalandıran da odur. Əslində isə tərif və qınaq feilin icraçısına yönəlir. Buna görə də bu feillər Allaha nisbət edilmir. Yalnız onların Allah tərəfindən yaradıldığı deyilir. Və həmbəllərə görə qüdrət təsarruf etməyə imkan verən xüsusiyyətdir. Və burada məqsəd feil üçün yararlı olan qüdrətdir. Yəni, feili həyata keçirməyə imkan verən qüdrət nəzərdə tutulur. Və bu qüdrət Allahın qulun feili qazanmağa yönəldiyi zaman səbəblərin və vasitələrin sağlam olmasından sonra yaratdığı bir sifətdir. Lakin qeyd etmək lazımdır ki, qüdrət məfhumu iki qismə bölünür. Birinci qism mükəlləfiyyəti səhih edən qüdrətdir. Və bu qüdrət mükəlləfiyyətin şərtidir və məşrutdan qabaq gəlir. Və məlum olduğu kimi şərt məşrutdan öncə gəlməlidir. Və burada məqsəd səbəblərin və alətlərin sağlam olmasıdır. Və bu da əhl-i sünnətin yekdilliyi ilə feildən öncə gəlir. Səbəblərin sağlam olması deyildikdə məqsəd əmələ sövq edən meylin mövcudluğu, əmələ çağıran istəyin olmasıdır. Yəni insanın daxilində həmin əməli etməyə meyl və istək mövcud olmalıdır. Alətlərin sağlamlığı deyildikdə isə misal üçün dilin lallıqdan sağlam olması, əlin iflic olmaması, bədənin xəstəlikdən salamat olmasıdır. Və bu xüsusiyyətlər mükəlləfiyyətin şərtləridir. Və bu şərtlərin əməl baş verməzdən əvvəl mövcud olması vacibdir. Əgər bir şəxsin aləti sağlam deyilsə, hətta daxilində həmin əmələ meyl və istək olsa belə o mükəlləf sayılmayacaq. Qüdrətin ikinci qismi isə feili səhih edən qüdrətdir. Və ixtilaf məhz bunun ətrafında baş vermişdir. Mu'təzillər qulun öz feillərini yaratdığını və onların feillərinin özlərinə məxsus qüdrətin əsərləri olduğunu dedikləri üçün demişlər ki, qüdrət feildən öncə gəlir. Çünki feili yaratmaq, onu yoxluqdan varlığa çıxarmaq anlamını daşıyır. Və belə olduqda feilə təsir edən qüdrətin feili qabaqlaması lazımdır. Sadəcə onunla birlikdə gəlməsi kifayət deyil. Əhl-i sünnət isə qüdrətin feilin var olmasına təsir etmədiyini dedikləri üçün qüdrətin feillə birlikdə yaxud yanaşı gəldiyini deyirlər. Qüdrət feilin baş verdiyi anda ortaya gəlir və qul səbəblərin sağlam və alətlərin səhih olmasından sonra bir feili qazanmağa yönəldikdə Allah bu qüdrəti xəlq edir. Əgər bir xeyir etmək istəsə, Allah ona birləşik xeyir etmə qüdrətini xəlq edir. Əgər bir şər etmək istəsə, Allah ona birləşik şər etmə qüdrətini xəlq edir. Və həmbəli imamları qatında kəsb məfhumu da məhz budur. Və növbəti dərsimizdə kəsb mövzusu barədə söhbətimizə davam edəcəyik. Allah Cəllə və Alə bizi eşidib fayda götürən qullarından etsin. Və əxiru də'vana enilhamdülillahi rabbil aləmin.